Dondurulmuş xəmir məmulatları, kartof dilimləri, ət və toyuq məhsulları, meyvələr, hətta göyərti, yemək və şirniyyatlar. Marketlərdə asanlıqla tapılan bu məhsullara niyə maraq azdır? 2024-cü ildə ABŞ əhalisi dondurulmuş qidalara 80 milyarda yaxın pul xərcləyib. Proqnozlara görə 2033-cü ilədək ABŞ-nin dondurulmuş qida bazarının dəyəri 171,56 milyard dollara çatacaq. Təkcə dondurulmuş pizzaların satış həcmi 2024-cü ildə 7 milyard dollara çataraq rekord qırıb. Bəs Azərbaycanda dondurulmuş qida sektorunda vəziyyət necədir? Dondurulmuş qidaların istehsalı və satışa hazırlanması daha çətindir. Əsas məsələ texnoloji təchizat və logistika imkanlarıdır. Bütün təchizat zəncirində sabit temperaturun qorunması vacibdir. Bu isə yüksək enerji sərfiyyatı və böyük xərc deməkdir. Azərbaycana dondurulmuş qidaların idxalının 2026-cı ilədək 32,5 milyon dollara çatacağı gözlənilir. Ölkəmizdə bu sahəyə marağın az olmasının səbəbi saxlama və soyuducu infrastrukturunun zəif inkişafı, logistika çətinliyi və cəmiyyətin psixoloji yanaşmasıdır. Lakin ölkəmiz bu sahədə böyük potensiala malikdir. Yerli məhsullardan hazırlanmış, az əlavəli və ev yeməyi tipli dondurulmuş qidalar həm yerli bazarda fərqlənə, həm də Gürcüstan və Orta Asiyaya ixrac imkanı yarada bilər. Bir sözlə, təbii və keyfiyyətli dondurulmuş qidalarla Azərbaycan yerli və regional bazar üçün istehsalçı və ixracatçıya çevrilə bilər.